Invest Akademiyadan hər kəsə salam. Mən Mikail. Bugün sizlərə niyə ilk 100 mini qazanmağın çətin olduğu barəsində danışacağam. Hər kəs bilir ki, ən çətin addım başlanğıcdır. İlk dəfə yola çıxanda bizdə təcrübə olmur. Hara gedəcəyimizi bilmirik, tərəddüd edirik. Bu çox normal bir haldır. Lakin gələcəyimizi müəyyən edən məhz bu gün atdığımız kiçik addımlardır. Məsələn, məşhur investor Charlie Munger deyirdi ki, sərvət toplamağın ən çətin hissəsi ilk 100 mini qazanmaqdır. Bu mərhələdə nə qədər çətinlik olsa da, onu keçəndən sonra proses daha rahat olur. Çünki pullar artıq bizim üçün işləməyə başlayır. Biz isə qənaəti və intizamı vərdişə çeviririk. Niyə bu mövzu indi aktuallaşır? Çünki dünyada böhran dalğaları var. İqtisadiyyatda enişlər investorları panikaya salır. Kimisi vaxtından əvvəl satır, kimisi isə almalı olduğu yerdə tərəddüd edir. Amma tarix göstərir ki, böhran dövründə səhv etməyən, əksinə fürsətləri dəyərləndirənlər uzunmüddətli qalib gəlirlər. Başqa bir maneə isə sosial təzyiqdir. Sosial şəbəkələrdə hamı xoşbəxt görünür. Bahalı maşınlar, xarici səyahətlər paylaşılır. İnsana elə gəlir ki, həyat əldən çıxır. Amma həqiqətdə bu, dırnaqarası işıldayan həyatların çoxu borcda qurulub. Əslində isə uzunmüddətli uğur üçün qənaət, sərmayə və səbr lazımdır. Cəmiyyətin münasibəti də maraqlı məqamdır. İlk mərhələdə insan qənaət edəndə dost-tanış onun qərarlarının qəribə qarşılayır. Heç nəyə pul xərcləmir, özünü əsirgəyir deyirlər. Bu təbii ki, psixoloji təzyiq yaradır. Müəyyən sərvət topladıqdan sonra münasibət birdən-birə dəyişir. İnsanlar tərifləməyə, dəstək göstərməyə başlayırlar. Vaxt faktoru da mühüm rol oynayır. İnsan ömrünün müxtəlif mərhələlərində qazanc fərqli olur. 20-ci yaşların əvvəllərində biz öyrənirik, 30-dan sonra qazanmağa başlayır, 40-50 arası ən yüksək gəlir mərhələsidir. Sonra isə qazanc tədricən azalır. Ona görə də gənc yaşlarda topladığımız sərvətlər gələcəkdə bizə dayaq olur. Əsas çətinliklərdən biri də ilk 100 min manatı yığmaqdır. Statistik olaraq bu mərhələ 7-9 il çəkə bilər. Məsələn, ayda 300 manat kənara qoyub indeks fondlarına yatırsaq, təxminən bu qədər vaxtda lazım olan məbləği toplaya bilərik. Amma maraqlı məqam odur ki, növbəti 100 min üçün artıq 2-3 il kifayət edir. Çünki kapitalımız özü gəlir gətirməyə başlayır. Bu da məşhur mürəkkəb faiz mexanizmidir. Bəs necə irəliləmək olar? Birinci addım, ətrafdakıların mənfi təsirini minimuma endirməkdir. İnsan öz planlarına fokuslanmalıdır. İkinci addım, sərt qənaət rejimi. Lazımsız xərcləri kəsmək, hər manatın hesabatını aparmaq lazımdır. Üçüncü addım isə plana sadiq qalmaqdır. İntizam olmadan heç bir nəticə mümkün deyil. Əgər ayda 500 manat yığa bilsək, 100 minə çatmaq müddəti daha da azalır. Hətta ayda 1000 manat qənaət edən adam bunu 2-3 ilə edə bilər. Düzdür, bu çox çətin hədəfdir. Hər kəs bacarmır, amma bu rejim gələcəkdə böyük üstünlüklər verir. Ən gözəl məqam isə odur ki, bu mərhələni keçəndən sonra insan azadlıq hissi qazanır. Çünki artıq kapital işləyir, biz isə sakitliklə gələcək üçün plan qura bilirik. Əlavə olaraq, insan həyatından həzz ala, kiçik lükslərə pul ayıra bilir. Amma əsas kapital toxunulmaz qalır. Nəticə etibarilə yolun əvvəlində həqiqətən də çox çətinlik olacaq. Psixoloji təzyiq, sosial müqayisələr, vaxt çatışmazlığı, böhranlar hamısı bizi sınayacaq. Amma planı pozmadan davam edənlər bir gün mütləq nəticə görəcəklər. Hətta kiçik addımlarla olsa belə mütəmadi yığmaq və investisiya etmək insanı ciddi maliyyə azadlığına gətirib çıxardır. 3 əsas qayda var. Böhran zamanı panikaya düşməmək, mənfi təsirlərdən uzaq durmaq və plana sadiq qalmaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İlk 100 min manata qədər yol uzun görünə bilər, amma o mərhələni aşandan sonra proses sürətlənir. Ən əsası isə emosiyalara qapılmadan soyuqqanlı qalmaqdır. Bugünlük bu qədər. Video xoşunuza gəldisə, like etməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Hələlik. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin
nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə.